mömin adam çox fəzilətli adamdır. Eşitmisiniz də, hurmətul mümini əşəddu minəl Kəbə. Müminin ehtiramı Kəbədən də üstündür. Kəbədən də qiymətlidir mömin insan. Yaxşı, adama sual verərlər ki, mümini bu qədər izzətli eləyən nədir? Deyirsiniz, nə idi? Çünki onun himməti var ürəyində. Onun qəsdi var, niyyəti var, hədəfi var. Mömin hədəfsiz olmaz. Dindar hədəfsiz olmaz. Dindarın məqsədi olmalıdır. İnşallah gəlib bu barədə danışacağıq. Amma sözüm burada hələlik bu qədərdir ki, niyə mömin bu qədər fəzilətlidir? Çünki o möminin himməti axirətədir, qeyri-möminin himməti dünyayadır. Qeyri-mömin dünyanı istəyir, amma mömin axirət istəyir. Elə bil ki, 2 nəfər dayanıb. Biri görür orada qızıl var, qızılı istəyir, biri daş istəyir. O buna deyir ki, yazıq, bu daş deyir, sənin taleyini bu həll eləyəcək, bundan götür. Yox, mən bunu istəyirəm. Nə qədər aşağı insandır bu? Mən misal çəkirəm ha bunu. Həzzət buyurur ki, insanın himməti ilə ölçülür onun qiyməti. Bax, gör, sən nə istəyirsən? Nəyin həvəsindəsən? Gördülər, Əbu Zər çox qəmlidir, oturub. Diqqət edin, çox qəmlidir. Dedilər, Əbu Zər, nə olub belə qəmlisən? Qarətçilər malı alıb, bağında məhsul yanıb, ya gələn malın yolda xarab olub, nə olub belə qəmlisən? Nəyin dərdi fikri götürüb səni? Əbu Zər dedi, 2 şeyin dərdi fikri götürüb məni. İndi Əbu Zər dillənəndən sonra Əbu Zərin məqamı getdi də insanın baxışında yuxarı. Qayıtdı, bunun dərdin deyəm ki, necə eləyim ki, özümü o böyük yotdan xilas eləyim, əbədi səadət adlı cənnətə daxil eləyim. Bax, bütün fikrim, zikrim budur. Biz onu istəmirik. Və qina əzabən nar və ədxilnəl cənnətə bi rəhmətikə ya ərhəmər rahimin. İlahi bizi otdan qoru, sal cənnətüvə. İndi biz bunu deyirik, Əbu Zər bunun fikrini çəkir, dərdini çəkir. Biz elə sözdür də deyirik. Amma Əbu Zər gecə-gündüz oturur, fikirləşir, hətta qəm-qüssəsi çıxır üzə, soruşanda deyir, bunun fikrini çəkirəm. Görürsünüz, axirət fikri çəkəndə insanın məqamı nə qədər gedir yuxarı. İnsan demir amma dünya fikri çəkməsin, övlad, uşaq fikri çəkməsin, mal, mülk fikri çəkməsin. Onları da çəkmək ibadətdir. Bu şərtlə ki, məqsəd axirət ola. Məqsəd axirət ola. Məqsəd orada məqama çatmaq ola.